Videonun əvvəlindən də göründüyü kimi sizlərə bugün çox gözəl, əla təmirli bir evimizi təqdim edəcəm. Evimizin həm daxili görünüşü, həm xarici görünüşü həqiqətən də çox gözəldir. Necə deyərlər, çölü daxilindən, daxili çölündən gözəl sizlərə 4 otaqlı, kürsülü, modern üslubda inşa olunmuş bir həyət evimizi təqdim edirəm. Dəyərli izləyicilərimiz, hər vaxtınız xeyirli olsun. Gəlin sizlərə ümumi proyekti giriş hissədən izah edim. Evə daxil olduqda geniş dəhliz, döşəmə qranit gördüyünüz bütün hissələr istipolla təchiz olunub, tavan hündürlüyü standartdan artıqdır. A-dan Z-yə istifadə olunan bütün təmir tikinti materialları yaxşısından və keyfiyyətlisindən istifadə olunub. Belə təmirli evlər bu ərazidə ümumiyyətlə, yəni Masazırda çox az hallarda olur və çox tez satılır. Yerləşmə yeri də həyət evi üçün ən ideal ərazilərindən biri olan Yeni Bakı yaşayış kompleksinin tam arxa hissəsindədir. Məktəbə, parka, bağçaya, dayanacağa yaxın yerdədir. Eyni zamanda Bakı-Sumqayıt yoluna da çıxışı rahat və marşrut dayanacağına yaxın bir yerdədir. Evimizin həyətyanı sahəsini irəliləyən dəqiqələrdə təqdim edəcəm. Daxili görünüşünü bina evini xatırladır bizə, çöl görünüşü isə bağ evini xatırladır. Modern üslubda tikilib dizayn olunmuş möhtəşəm bir evdir. Həqiqətən də super evdir. İnşallah kim alsa Allah xeyirli etsin, alanı da satanı da Allah xeyirli etsin. Çox gözəl evə sahib olacaq. Bura evimizin mətbəxidir. Qranit gördüyünüz bütün hissələr istipolla təchiz olunub və keçək evimizin yataq otaqları ilə sizi tanış edək. Qiymət 149.000 manatdır dəyərli izləyicilərimiz. Baxın, bura evimizin birinci yataq otağıdır. Təmir göründüyü kimi, yəni videodan da göründüyündən çox gözəl şəkildə başa çatdırılıb. Kompleksin tam arxa hissəsindədir. Arxa hissəsində də 1 metr bu evə aid olan sahəsi vardır ki, zirzəmidən keçid qoyulub və bu hissədə evimizin sanitar qovşağıdır. Razılıq əsasında aksesuarlar quraşdırıla bilər. Burada yerləşir evimizin ikinci yataq otağı. Diqqətlə izləyin, həyətyanı sahəsi də doğrudan da çox gözəldir. Tərifə layiq evlərdəndir. Tərifə layiq evlərdəndir və evimizin kiçik yataq otağı. Keçək vaxt itirmədən həyətyanı sahəsində sizlərə təqdim edim. Və evimizin belə bir gözəl xarici görünüşü vardır ki, kabançıq daşlar ilə üzlənib, qoşadaşla tikilib, mərtəbə sonu kəməri var, fundamental tikilişə malikdir, 3 sot torpaq sahəsində inşa edilib, həyətin sağ-sol hissəsində ağac gülü üçün bağ sahəsi ayrılıb, kanalizasiyası mərkəzidir, digər kommunal xətləri daimidir, sənədi kubsadır, həyətində sanitar qovşağı üçün yeri var və belə bir gözəl xarici görünüşü var. Əlavə olaraq da qeyd edim ki, 2 metr hündürlüyündə böyük bir zirzəmisi var, rahat şəkildə gəzib hərəkət etmək olur və zirzəmidən arxa hissəyə həyətə də keçmək mümkündür. Dəyərli izləyicilərimiz, buyurub əlavə məlumat üçün zəng vurub maraqlana bilərsiniz.